Herkese salam. Bugün sizlerle birlikte 6. sınıf dersi ikinci hissədən olan çalışmaların izahına baxacağıq. 4-cü çalışma səhifə 103-dəki, yəni ən birinci çalışmadan başlayacaq. Şərtdə bizə deyir ki, verilən ədədlərin modasını tapın. A variantında verilib bizə 12, 13, 15, 12 və 16. Biz bilməliyik ki, moda ədədlər sırasında ən çox təkrarlanan ədəddir. Burada da görürük ki, 12 ən çox, yəni 2 dəfə təkrarlanıb. Deməli, burada modamız olacaq 12. Eyni qayda ilə B variantına baxsaq, ədədlərimiz 24, 26, 34, 24, 35 və yenə 24-dür. Burada 24 3 dəfə təkrarlanıb. Ən çox təkrarlanan 24 olduğuna görə modamız 24 olacaq. C variantında 11, 13, 11, 15, 13, 11, 13 və yenə 15 var. Diqqətlə baxsaq, 11-dən 3 dənədir. 13-dən də 3 dənədir. Amma 15-dən 2 dənədir. Ən çox təkrarlanan ədədlərimiz 11 və 13 olduğuna görə moda bunların hər ikisidir. D variantında verib bizə 5, 7, 6, 3. Burada təkrarlanan ədəd olmadığına görə moda yoxdur. Daha sonra 5-ci suala baxırıq. 5-ci sualda verilən ədədlər üçün median, moda və ədədi ortanı tapın deyir. A variantına baxaq. 2, 8, 3, 2, 5. Biz bunların modasını tapmaq üçün dedik ki, ən çox təkrarlanan ədəd modadır. Burada da görürük ki, 2 ən çox təkrarlanıb. Deməli, moda bərabərdir 2-yə. Medianı tapmaq üçün bu ədədləri artan sıra ilə düzmək lazımdır. 3, 5, 8 deyirik. Və burada ortada qalan ədəd təkdirsə, medianımız ona bərabərdir. Median bərabərdir 3 olacaq. Ədədi ortanı necə tapacağıq? Bütün ədədləri cəmləyirik. Daha sonra bunların sayına böləcəyik. İndi bunları toplasaq, 18, 20 eləyəcək. 20 bölünsün, neçə dənə ədəd var? 1, 2, 3, 4, 5. 20 bölünsün 5 bərabər 4 olacaq. Deməli, ədədi ortada bərabər olacaq 4-ə. Daha sonra gəlir B variantı. Bir də bunları müqayisə yox, o 6-cı sualdır. B variantında 1, 3, 4, 3 deyir. Moda təbii ki, burada 3 olacaq. Median tapmaq istəsək 1, 3, 3, 4. Görürsünüz, burada ortada qalan ədəd 2 dənədir. Bu halda bu 2 ədədi toplayacağıq, böləcəyik 2-yə. 3 üstə gəlir 3, 6, bölünsün 2, 3. Deməli, medianımız oldu 3. Ədədi ortanı tapmaq üçün bunların hamısını toplayırıq. Toplayanda da 11 eləyəcək. 11 bölünsün 4. Bu da verəcək bizə ədədi ortanı. C variantında 3, 10, 10, 12, 13, bir dənə də 12. 10-dan 2 dənə var, 12-dən 2 dənə var. Deməli, modamız 10 və 12. Median necə tapacağıq? Ədədləri artan sırayla düzək. 3, 10, 10, 12, 12 və 13. Baxırıq, ortada qalan ədədlər 10 və 12-dir. Bunları toplayıb 2-yə böləcəyik. 10 üstə gəlir 12, bölünsün 2. Bu da 22 bölü 2, 11 eləyəcək. Deməli, medianımız 11 imiş. Və bunların ədədi ortasını tapmaq üçün hamısını toplayıb buradakı saya böləcəyik. Toplasaq 20, 24, 44, üstə gəlinsin 26, 70, bölünsün say olaraq da 6 dənədir. 70 böl 6, yəni 35 bölünsün 3 olacaq ədədi orta. Daha sonra D variantı gəlir. D variantında 5, 14, 14, 15, 16, 20.
Moda təbii ki 14 olacaq, çünki ən çox təkrarlanan odur. Median üçün ədədləri artan sırayla düzək. 14, 15, 16, 20. Bu halda ortada qalan ədədimiz 2 dənədir, 14 və 15. Median olacaq bu ədədlərin toplamının yarısı. Yəni 29 bölünsün 2. Daha sonra ədədi ortamız bəs nə olar? Bunların hamısının cəmi. 16 üstə gəlinsin 14, 30. Üstə gəlinsin deməli 20, 50. 50 üstə gəlinsin 20, 70, 84. Bölünsün say olaraq 1, 2, 3, 4, 5, 6. 84 böl 6. Bu da 14 eləyəcək. Bu oldu D variantı. Keçirik Y variantına. Y variantında 6, 6, 10, 15, 15, 16, 16. Təkrarlanan ədədlər modamız olacaq 6, 15 və 16. Median. Zaten bu sıra artan sırayla düzülüb deyə bir də əlavə etməyə ehtiyac yoxdur. Ortada qalan ədədimiz 15-dir. Median bərabər olacaq 15-ə. Və ədədi ortamız bərabər olacaq bunların cəminin bölünsün 7. 6 üstə gəl 6, 12, üstə gəl 10, 22, 22 üstə gəl 30, 52, 52 üstə gəlsin 32, bölünsün 7-yə. Bu da 84 böl 7, yəni 12 eləyəcək. Daha sonra gəlir bunların F variantı. F variantında 4, 6, 13, 18, 18, 13, 19 deyir. Ən çox təkrarlanan 13 və 18-dir. Deməli, moda bərabər olacaq 13 və 18. Median üçün bunları artan sırayla düzmək lazım. 4, 6, 13, 13, 18, 18 və 19. Burada ortada qalan ədədimiz 13 olacaq. Deməli, median 13-dür. Ədədi orta isə bunların cəminin həmin bu ədədlərin sayına nisbət olacaq. 4, 6, 10, üstə gəl 26, üstə gəl 36, üstə gəlsin 19, bölünsün 7-yə. 36 üstə gəl 36, 72, 82, 91 bölünsün 7 olacaq. Bu da 13 edəcək. 5-ci çalışma da bitdi. Keçirik 6-cı çalışmaya. 6-cıda ədədi orta, median və modanı tapın, onları müqayisə eləyin deyir. Deməli, A variantına baxsaq, 14, 15, 23, artan sırayla yazaq da bunları. 14, 15, 19, 23, 29. Burada təkrarlanma olmadığına görə moda yoxdur. Medianımız olacaq ortada duran 19. Ədədi ortanı hesablasaq, bunların cəmini hesablayaq. 14 üstə gəl 15, 29, üstə gəlinsin 19, üstə gəl 23, 39, 42, üstə gəl 29. 29-un üstə 29 gələndə 58, bu eləyəcək toplamda 100. 100 bölünsün 5 də bərabər olacaq 20. Medianımız 19-dur, ədədi orta 20-dir. Buradan da belə deyə bilərik ki, 20 böyükdür 19-dan. B variantında 35, 49, 45, 35, 53, 35. Görürük ki, 35 3 yerdə təkrarlanıb. Deməli, moda 35-dir. Bunları artan sırayla düzək. 35, 35, 35, 45, 49 və 53. Ən ortada duran ədəd
mediandır. Əgər ikisi ortada durubsa, bunların cəmi, yəni 80 bölü 2, 40 olacaq median. Ədədi ortanı tapmaq üçün də bunların hamısının cəmini böləcəyik saya. Ədədi orta, bunları cəmləsək, 35, 35, 70, 70 bu ikisi 80 eləmişdi. 150, 150 üstəgəl 49, 199, 252 bölünsün 6, bu da 42 eləyəcək. Deməli, moda 35 idi. 35 kiçik idi 40-dan, o da kiçik idi 42-dən. Keçirik C variantına. C variantında deyir ki, 16, 24, 46, yenidən 16, 24, 34, 23 və 17. Burada təkrarlanan 16 görürəm. Daha doğrusu buradaydı 16. 24. Başqa da yoxdur. Deməli, moda 16 və 24-dür. Median necə taparıq? Bunları artan sırayla düzməklə. 16, 16, 20, yox, əvvəlcə 17 var. 16, 16, 17, 23, 24, 24, 34, 46. Burada 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə ədəd var. Ortadakı 2 ədədi götürəcəyik. 23 və 24-ün cəmi bölünsün 2. Yəni 47 bölü 2. Bu da 23 tam onda 5 edəcək. Medianımız oldu 23 tam onda 5. Ədədi ortanı soruşsa, bunların hamısının cəminin yarısı. Ədədi orta. Rahat olsun deyə neyiniyək? 16 üstəgəl 24, 40. Bu 16 üstəgəl 24, 40. 34 üstəgəl 46 verəcək bizə 80. 17 üstəgəl 23 də verəcək 40. Bunları toplayıb 8-ə böləcəyik. 80, 80, 160 üstəgəl 40, 200 bölünsün 8. Bu da 25 edəcək. Müqayisə eləyin desə, 16 kiçikdir 23,5-dən, o kiçikdir 24-dən, o da kiçikdir 25-dən. Bu qədər. Keçirik 7-ci çalışmaya. Basketbolcu son 7 oyunda bu balları topladı. Oyunda toplamış orta bal nə qədərdir? A-da yəni deyir ki, ədədi ortanı tapın. 24, 15, 12, 23, 25, 29. Bölünsün bunların sayını. Yəni 3, 4, 5, 6, 7-yə bölmək lazımdır. Tapaq bunu. 19 üstə gəlinsin 24, üstə gəlinsin 15. Bu şəkildə davam edəsə, hesablayaq bunu. Bu bizə verəcək 147-ni. 147-ni də 7-yə bölsək 21 edər. Deməli, orta bal 21-dir. Toplanmış balların medianı neçədir deyir. Onda bunu artan sırayla düzək. 12, 15, 19, 23, 24, 25, 29. Ortada duran xal 23-dür. Deməli, bu bizim üçün mediandır. Basketbolçu növbəti oyunda 34 bal toplayarsa, bu ədədlər yığımının medianı yoxsa modası dəyişər. Modası dəyişməz, çünki bura bir 34 əlavə eləsəm, heç bir şey dəyişməyəcək. Yəni, təkrarlanan bir ədəd olmayacaq. Amma median dəyişmiş olacaq. Niyə? Çünki ortada duran ədəd artıq 23 yox, bu ikisi olacaq. Medianımız da 23 üstəgəl 24 bölünsün 2 olacaq. Yəni, bunlarda fərq yaranacaq. Sonra 8-ci. Modasına görə verilənlərin ədədi ortasını tapın. A variantına baxaq. 3, 5, x, 6, 8, x, 8.
Moda 6-dır deyirsə, x-lərin yerinə 6 yazaq. 3, 5, 6, 6, 8, 6, 8. Bunun ədədi ortasını istəyir. Toplayaq və saya bölək. Ədədi orta. 3, 5, toplamı 8. 8 üstə gəlinsin 12, 20, 28, daha sonra 34, 34 üstə gəl 8, eləyəcək 42. 42 bölünsün say olaraq 1, 2, 3, 4, 5, 6, 7. 7-yə bölsək bu da eləyəcək 6. B variantında 14, 15, modanın 8 olduğunu deyirsə A-ların yerinə 8 yazaq. 11, 8, 10. Və bunun ədədi ortasını tapsaq, toplayaq. 14 üstə gəl 11, 25, üstünə 15-i gəlsəm 40, 10 da gəlsək 50, bu ikisini də gəlsək 66 bölünsün 6, ədədi ortanı verəcək bizə. Bu da 11 edəcək. Sonra C variantı 5, 7, 11, 11, y-lərin harada görürüksə yerinə 11 yazacağıq. Bunun ədədi ortası lazımdır. 12 üstə gəlinsin 22, daha doğrusu 33 gələk bir dəfəlik. 12 üstə gəl 33, 45, 45-in də üstünə 23 gəlsək 68, 79, 80. 80 bölünsün 1, 2, 3, 4, 5, 6, 7, 8. Bu da eləyəcək 10. C variantında ədədi orta oldu 10. D variantında moda 13-dürsə B-lərin yerinə 13 yazacağıq. 13, 13, 15, 13, 23, 13 və 5. Ədədi orta lazımdır bizə. 25 üstə gəl 15, 40, üstünə də 5, 45, üstə gəl. 13-lərdən 4 dənədir. Toplasaq, 13 vur 4, 52 eləyəcək. 52-nin üstünə də 23 gələndə 75. Bölünsün say. 1, 2, 3, 4, 5, 6, 7, 8 dənəsinə böləcəyik. 45 üstə gəl 75. Eləyəcək 120 böl 8, bu da 15 edir. 103-cü səhifədən bu qədər.